Elə həmin adam sual verir ki, 5 dəfə namazla kifayətlənmək olar. Gəlib bəzi bədəvi ərəblər Peyğəmbər s.ə.v-dən soruşanda ki, 5 nə əmr edib Allah Taala, Peyğəmbər s.ə.v deyib ki, 5 vaxt namaz, deyib ki, nə artıracam, nə azaldacam buna. Və sonra gelib. Və Peyğəmbər s.ə.v deyir ki, əgər sadiq olsa, yəni sözündə, nicat tapacaq. Əgər insan sözsüz bu namazlara davamiyyətdə olsa, nicat tapacaq. Lakin onda olan naqisliklərə əmin olmamalıdır. Yəni, ola bilər ki, insan bu namazlarda naqislik etsin. Ona görə sünnələr, ratibə sünnələr var ki, hansı ki, bunları etməklə insan fərz namazlarında olan naqislikləri aradan qaldırır, tamamlayır. Ona görə ratibə sünnələr fəzilət üçün çox mühüm məsələlərdən biridir. Kim 12 rükətlə ratibə sünnə qılarsa gün ərzində, onun üçün cənnətdə ev tikilər. Ona görə bu nafilə namazlar nə vaxt fayda verir? O vaxt ki, fərzlər var. Fərz namazlara əgər insan əməl edibsə, layiqincə və əgər naqislik baş veribsə onda, onları tamamlamaq üçün nafilə namazlardan da istifadə edə bilər və çalışsın ki, etsin. Çalışsın və əmin olmasın ki, o dediyi kimi 5 vaxt namazla kifayətlənib onu layiqincə yerinə yetirə biləcək.